Salam dəyərli izləyicilər, salam əziz dostlar. Bugün Ailəcanlı layihəmin daha bir buraxılışını Azərbaycanda həyata keçirirəm və həyəcanım bir balaca azalıb artıq, ikinci dəfədir çünki. İstəyirəm sizə qonaqlarımı təqdim edeyim. Səs aktyorluğu sahəsində tanınan, həm sənətdə, həm də həyatda bir-birlərinə böyük dəstəkçi olan bir cütlüyü Xələf Cəfərovu və Kübra xanım Kərimlini sizə təqdim eləmək istəyirəm və Ailəcanlı layihəmdə belə gözəl ailəni qonaq qəbul etməkdən çox məmnunam. Kübra xanımla ilk dəfə deyil artıq biz ünsiyyətdəyik və əminəm ki, Xələf bəylə də ünsiyyətimiz bugündən etibarən başlayacaq və hətta ola bilər ki, işbirliklərimiz də olsun. Niyə də yox? Niyə də yox? Xoş gəlmisiniz ilk öncə layihəmə. Ailə olaraq və cütlük olaraq çox bəyənərək izlədiyim bir ailələrdənsiz, bunu etiraf edirəm və sevinirəm ki, həqiqətən də ruhən, ailə olaraq özümə doğma, yaxın bildiyim belə ailələr var və uğurlu ailələrdirlər. Özünüzü istəyirsinizsə bir daha izləyicilərimizi təqdim edeyim və yaxud salamlaşın, ondan sonra başlayaq suallarımı verməyə. Kübra xanım. Çox sağ olun, Dilarə xanım. Gözəl təqdimat edir. Mən elə gəlir, kifayət qədər gözəl təqdim elədiniz bizim. Səs aktyorları, Xələf peşəkar səs rejissorudur. Mən də radio, TV, reklam sahəsində, PR sahəsində işləyirik illərlə hər ikimiz əslində. Sizi burada görməyə çox şadam. Nə yaxşı ki, bu proyekti, bu layihəni davam etdirirsiniz. Çünki mənə elə gəlir ki, bu layihə bizim dəyərlərimizə dəyər qata biləcək bir layihə. İnşallah. Çox sağ olun. Buyurun. Siz də salamlaşın. Sizi Kübra xanım hər şeydir. Mən də burada salamlayıram hər kəsə. Çox şadam ki, buradayam. Çünki belə isti verilişlərdə olmaq mənim üçün çox xoş olur həmişə. İlk buraxılışda da dedim, ailə elə bir mövzudur ki, bu hər kəsə toxunan, hər kəsə aid olan bir mövzudur. Ən azından öz ata və analarımızdan başlayan bir ailənin, sonradan bizim yarımız olan bir insanla və balalarımızla davam etməsi, nəslin artırılması və böyüməsi, çoxalması, sanki kök salmış bir ağaca bənzədirəm bunu. Ağac nə qədər bar verirsə, deyirlər başını biraz aşağı salır. Və sizin ailədə nə qədər məmnunsunuz öz kökünüzdən və verdiyiniz barlar, məhsullardan? O qədər geniş temadır. Çox gözəl və doğma bir mövzu. Bu saat bütün qohumlarınız sizi dinləyir ki, görəsən nə deyəcəklər. Qohumları çox sevən bir ailəyik. Ümumiyyətlə qohumcanlı insanlarıq hər ikimiz. Qohumlar o qədərdir ki, hər biri çox əzizdir, hər biri çox doğmadır və doğrudan da ailə, o bağlar, o ailə budaqları çox vacibdir insan həyatında. Elə məhz ona görə də 8 ilə yaxın Türkiyədə yaşadıq. Maşallah. Nəticə etibarilə yenə də yollarımız vətənə gətirdi bizi. Həmin o qohumluq bağları, həmin o ailəyə bağlılıq hissləri, necə deyərlər? Bəli, çox qorxurduq ki, uşaqlar bundan uzaq düşəcəklər. Onlar heç kəsi tanımırdılar, təbii ki. Demək olar ki, körpəlikdən orada idilər. Birinci sinifdən artıq 5 yaş yarımlıq idi bizim böyük qızımız. O birinci sinifə orada getdi. Xəbərsiz idi, yəni bütün qohumluqdan. Yox, xəbəri var idi, sadəcə körpə yaddaşında olan bir qədər xoşbəxtdirlər ki, yəni gediş-gəliş var, onlar gəlirlər, biz gedirik. Çox xoşbəxt. Bacı qardaşlar, əmi uşaqları, necə də dayı uşaqları falan. Kübra xanımın da maşallah qohumları çoxdur. Hətta bir yerə gedəndə, bir adamla tanış olanda məlum olur ki, o Kübra xanımın qohumudur. Maşallah. Maşallah deyir. Mən də ona həmişə deyirəm ki, bir dənə insan var idi ki, o sənin qohumun deyildi, o da mən idim. Biz də evləndik. O da qohum oldu. Sonra evləndik. Belə. Öz kökünüzdən o zaman razısınız. Çox. Bəs verdiyiniz barlardan, Vallahi biraz övladlarınızdan təvazökarlıqdan uzaq olacaq, amma onlardan da çox razıyıq. Maşallah. Maşallah 5 balamız var. Hər biri çox gözəl, çox tərbiyəli uşaqlardır. Hər halda onların o cür olmalarına çalışırıq, əlimizdən gələni eləyirik.
Razıyıq. Maşallah olsun o zaman. Övladlarınız sizin sahənizi davam eləmək istəsə, sizin sahəniz də asan bir sahə deyil əslində. Bu xüsusi bir istedad məncə tələb eləyir. Vergidir hətta yaradan tərəfindən. Səsləndirmək, ümumiyyətlə o rollarda olan insanları hiss etmək, duymaq, o an o emosiyaları yaşamaq. Aktyorluq da tələb eləyir, amma xüsusi bir vergi də olmalıdır. Yəni ki, bunu ifa edə biləsən. Əgər övladlarınız davam eləmək istəsəz bu sahəni icazə verərsiniz. Artıq başlayırlar. Böyük qızımız daha çox bu sahədə özünü sınayıb artıq təsəllərlə səsləndirmə işlərində də və zaten mən onları uşaqlıqdan öz onların qolundakı proyektlərə, layihələrə cəlb edirəm. Uşaqlar üçün hər il keçirdiyim bir müsabiqə var. O müsabiqədə uşaqlarla biz hər il iyun ayında hər həftə yemək bişiririk. Yəni onlar mənim baş qəhrəmanlarımdır. Tanışam, bilirəm mən də. Çəkilişlərdə də iştirak edirəm. Mən də övladlarımı gətirəcəm inşallah. İnşallah bu il Allah qismət eləsin. Çalışacağam ki, bu ildə iyun ayında belə bir şey təşkil edeyim. Onlar iştirak edirlər belə şeylərdə, çəkilişlərdə. İndi də bəzən bizi harasa dəvət eləyəndə, istər-istəməz ailə olaraq çəkilişə gedəndə onlar da yanımızdadılar, dəstək olurlar bizə. Oğlum yaxşı şəkil çəkir, video çəkir, o hissiyatı gözəldir, tuta bilir o kadrları. Deyirəm ki, Səlim, sən mənim şəxsi fotoqrafım olacaqsın. O da sevinir. Niyə olmasın? Mən də sevinirim. Rahat olur hər işiniz. Siz bəs Xələf bəy razı olarsınız? Mən çox razıyam. Əslində indidən razıyam. Çünki artıq nəinki sınadılar özlərini, artıq pul da qazanıblar. Bəli. Yəni buna çox sevinirəm. Nəyi səsləndiriblər? İstəyirəm onu biləm ki, bəlkə izləyicilərimizə də maraqlı olar ki, orada bir görünən bir kadrdır. Bir şirkət bizə 4 dənə ya 8 yadımda nağıl səsləndirib qızımız. Nağıl səsləndirib. Orada bəzi rollar var idi. Onları səsləndirib. Ondan sonra kiçik qızımız da həmçinin onun da 2 dənə deyəsən səsləndirməsi var idi. Çox razıyam. Sonuncu layihə UNESCO ilə idi. UNESCO bir layihəsi var idi. Orada şeiri səsləndirmişdi. Bizi nələr gözləyir, yəqin var xəbəriniz. Səsimizi eşidin, var deyəcəklərimiz. Kömürü yandırmayın, təmizlənsin havamız. Bununla rahat nəfəs alsın uşaqlarımız. Torpağı bəsləyərək məhsulu qoruyarıq. Acılıq təhlükəsini aradan qaldırarıq. Yeni yollar axtarsaq, taxıl yaxşı yetişər. Planet dəyişərək bizə sevinç gətirər. Yağışlar sel gətirir, hər yeri zəbt edir su. Elə məktəb tikin ki, həyatımız qorunsun. Bugün daha istidir, ötüb keçən günlərdən. Bizi məhrum etməyin ağac kölgələrindən. Bizi qoruya bilsəz, yanğından, alovlardan, demək xilas edirsiniz ağrıdan, əzablardan. Dəvət edin, oturaq sizinlə bir masada. Bilirik həll yolunu, vardır ideyamızda. Liderlərə söyləyin, bizim əvəzimizə. Daim dəstək olsunlar, yaşıl gündəliyimizə. Diqqət və qayğı ilə gələcəyə yanaşaq. Yaşıl dünya naminə hamımız həmrəy olaq. Səsləndirmişdi. Bəli. Ortancıl qızımız hətta incəsənətə daxil olmağı düşünür. İncəsənət meyillidir. Bəli, rejissor fakültəsinə. Mən də dəstəkləyirəm. Çünki biz onlara ümumiyyətlə demişik ki, yəni bu bacarıq sizdə varsa, ən azından istənilən hansı bir sənəti seçdiniz belə, bunu paralel olaraq edə bilərsiniz. Sadəcə yaxşı görünüşünüzü. Yəni tək dediyim söz budur. Allah yarımçıq, yarım peşəkar eləməyin bunu. Professional. Yəni insan gərək peşəkar olsun. Yəni bunun yarısını bacarıram deyə gedim bunu eləyim. Heç kəs bilmir bunu necə eləmək lazımdır deyə eləməyin. Yəni yola verməyin. Doğru dillə desək. Həmişə deyirəm ki, eləyirsinizsə yaxşı eləyin. Axıra qədər eləyin. Onlar da məncə eləyəcəklər.
İnşallah. Biz də yanlarında dəstək Necə dediniz, siz də bir xarici ölkə təcrübəsi yaşamısınız. Ona görə deyirəm, çox yaxın və doğmayıq bir-birimizə həqiqətən bu cəhətdən. Sizin yaşadığınız o hissləri, emosiyaları biz də ailə olaraq yaşamışıq. Mən övladım 1 yaş olanda biz getmişdik və digər övladım Amerikada dünyaya gəldi. Ümumiyyətlə Azərbaycanla heç zaman əlaqələrimiz kəsilmədi öz doğma vətənimizdən. Hər zaman gediş-gəlişlər oldu. Sizin təcrübədə bu necə yaşandı və bundan sonra o təcrübəni yaşamaq istəyən ailələrə nə məsləhət görə bilərsiniz ki, ailə bütövlüyü qorusun, doğmalarla əlaqələr saxlansın, bunları necə, hansı yolla eləsinlər? Öncə onu demək istəyirəm ki, 1000 dəfə düşünsünlər. Əlbəttə ki, hansısa bir ölkəyə köçmək istəyən bir ailə tək insanı çox rahat gedib, yəni 1-2 gün yeməksiz də qala bilər. və uşaqsız cütlüyə də rahat. Ona da rahat, bəli. Hətta hansısa bir, nə bilim, vağzalda qala bilərlər 1-2 gün. Yəni belə bir şey olan şeydir. Niyə görə? Yad bir ölkədir. Sıfırdan Nə qohumluğun var orada, nə bir şey var. Yəni sosial olaraq sən müdafiə olunmursan. Ona görə 1000 dəfə düşünsünlər. Düşünəndən sonra qərarı gəldilərsə, mütləq gərək bir tədbir görülsün. İş axtarılsın, nəsə bir İmkanları varsa, İmkanları öncədən varsa, bəli, bəli. tədarük görsünlər. mütləq. Müəyyən bir büdcələri olsa, heç olmasa ki, ilk Yəni planlı şəkildə getsinlər də bu addım atsınlar. Çünki hansısa bir şəhərə gedib bəlkə xoşuna gəlmədi. bax sözünü kəsirəm, uşaqlarla oturunca balından. İnşallah. Biz də iştirak eləyək. İnşallah. Biz doğrudan da kənardan indi bu saat imkanlar çoxdur. Sosial şəbəkələrdən insanlar dünyanın istənilən nöqtəsini izləyirlər. Və bu kadrı görürsən, bu şəhəri görürsən, insanın ürəyində necə deyirlər, o istək yaranır, deyirsən, mən orada yaşayardım. Yaşayardım, çox gözəl bir arzudur. Gedin arzularınızın dalıca. Amma doğrudan da öncədən ev almaq, əmlakla maraqlanmaq filan bu məsələləri arxa plana çəkmək lazımdır. Heç olmasa bir il keçməlidir ki, sən biləsən, burada rahatdır, o rahat şəhəri deyil. sınamalısan, o İstəyirsən, məkanı. istəmirsən, uşaqlarımın xoşuna gəlir, gəlmir. Tək yaşamırsan, yoldaşımın xoşuna gəlir, gəlmir. Bəli. Çünki insan öncə xoşbəxt olmalı. Bəli. Hər bir yerdə. Xoşbəxt deyilsənsə, ancaq işə bağlısansa və ya ancaq yerə bağlısansa, evim buradır deyə məcburam burada qalır. O zaman natamam olur. Yaşayış deyil. Yəni minimum 1 il ərzində düşünürsünüz ki, insan adaptasiya dövrü, yəni Heç uyğunlaşma olmaz. dövrü keçirməlidir. Düz deyirsiniz ki, məktəbdən asılıdır, məsəl üçün məktəb övladlarına uyğundurmu, deyilmi, iş şəraiti və s. Bəs orada dostlar, yaxınlar, doğmaların olmağı, sizdə oldu mu, dəstək olan? Mənim bir layihəm var idi. Mən bir layihədə iştirak edirəm indiyənə qədər. Onun da qurucusu, baş ofisi Türkiyədə idi. Ona görə biz ora köçdük. Daha rahat olsun deyə. Onun dəstəyi ilə Bəli, biz köçdük ora. bizim üçün ilk Amma etaplarda. 3 şəhər dəyişdik. Öz yerimizi tapana qədər Bəli. 3 şəhər dəyişdik. Əsl diplomat ailəsi kimi. Bəli, bəli. Uşaqlar da bizi dəstəklədilər. Məktəb Uşaqlar. dəyişmişik, şəhər dəyişmişik, ev Çox dəyişmişik. çətin. Türklərin Çətin, amma üstəsindən gəldik. bir sözü var, gezəyən. Bizdə biraz belə pis səslənir o. Amma biz həqiqətən türklər demişkən gezəyən bir ailəyik. Bəli. Hara getdi, adaptasiya olunduq, hər şey yaxşı idi. Amma axırda seçdiyimiz şəhər bizə daha uyğundur. Hansı şəhərdə qaldı? Çanakkale. Tarixi bir Bəli, şəhərdir. bəli. Dənizin yanındadır. Mən şəxsən dənizsiz yaşaya bilmirəm. Dəniz nə qədər uzaq oldu, o qədər az xoşbəxt oldum. Dənizin yanında doğulub, böyümək bəli. tam başqa bir şeydir. Ona görə dəniz həmişə hardasa olmalı. Yaxınlıqda. Yaxında. 10 dəqiqə, 15 dəqiqə. Orada isə 500 metr aralıqda harda olursan ol, Çanakkale belə uzunlamasına Dardanel boğazının sahilində yerləşir. Çox rahatdır. Harda istəyirsən də suya girə bilərsən. Bəli. Bulvar deyilən bir yer yoxdur. Var, amma orada da kimə bilərsən belə. Bəli, bəli. Çox rahat. Yəni uzun sözün qısası, harasa köçmək istəyirsinizsə, öncə heç olmasa 1-2 aylıq ora gedin. Turist olaraq gedin. Gedin yaşayın, bazarlıq eləyin. Bəli. Dükanlara gedin. Ev götürün,
Gedin bazarlıq eləyin, evdə yemək bişirin. Görün necədir. Ətini, suyunu, tərəvəzini, meyvəsini yoxlayın. Görün ağızlarınıza uyğun olacaq ya yox. İnsanlarla danışın. Hər Çünki bir çox adam şəhərdə bəli. fərqli-fərqli insanlar yaşayır. Təbii ki, sən normal insansansa, ətrafında da yaxşı insanlar yığışacaq. Təbii ki, səndən asılıdır. Amma cəmiyyət də təbii ki, Təsir eləyir. Əlbəttə. Müqayisə edək gəlin onda yaxşı. Sizdə daha rahat olub məncə. Çünki ilk öncə bir müsəlman ölkəsində məskunlaşmısınız. Dilimizə daha yaxın olan insanlar əhatənizdə olub, yeməklər daha uyğun olub. Yəni həm məsafə yaxın olub və ikincisi də anlayırsan ki, yenə də cəmiyyət az da çox da olsa övlada təsir eləyir. Yəni bu qarşılıqlı olur. Əgər nümunə ola bilirlərsə övladlarımız digər cəmiyyətdə də həm ölkə haqqında onda daha gözəl təəssürat yaranmış olur, digər ölkədə daha dəqiq, yaxşı tanımış olurlar. Həm də bir valideyn olaraq biz də bir qürur hissi duyuruq ki, həqiqətən də doğru addım atmışıq, yəni səhv addım atmamışıq ki, ölkə dəyişməklə. Bu çox önəmlidir və sizin geri dönməyinizdə bu faktorların rolu nə qədər oldu? Tərbiyə, dəyərlər, dil, təhsil, məsələn, bunların hansının rolları oldu ki, siz yenidən və yaxud iş ola bilər, yenidən vətənə qayıtdınız? Bizdə iş olaraq biz yaşadığımız müddətdə demək olar ki, heç vaxt Türkiyə üçün işləmədim. Yalnız mənim bir arada Covid vaxtında bir balaca belə deyim, şəxsi biznesim oldu. Yeyilə bilən buketlər hazırlamağa başladım. Orada belə bir şey yox idi və Bursada məktəbdə də Nə maraqlı. hə, doğrudan. Orada da pul qazanmışam. Onun da danışaram. Deməli, yeyilə bilən buketlər hazırlamağa başladım. Hətta kollektiv çox dəstək oldu. Biz onun patentini belə almışıq. Yeni buket deyilən bir adımız var, logomuz, hər şeyimiz var idi. Davam dövlət edirsiniz ona? tərəfindən Yox, qorunan yəni, marka olan. Onu belə patentləşdirmişik. Sadəcə olaraq Covid vaxtına düşdü və bəzən əlbəttə ki, sifarişlər alırdım, amma çox gec olurdu bu məsələ. Yəni ümumiyyətlə Türkiyədə biz işləməmişik. Tüm işimiz, gücümüz hamısı Azərbaycan üçün. Distant o zaman çalışmışsınız. Bəli. Bir də yenə Coviddən qabaq təxminən bir 6 ay ərzində mən dövlət məktəbində türk balalarına ingilis dilindən dərs demişəm. Nə gözəl. Filoloq olaraq, Azərbaycan ədəbiyyat müəllimi olaraq belə bir profildə çalışmışam. Bu da çox maraqlı bir təcrübə idi. Amma Azərbaycan üçün işləmişik biz həmişə. Ona görə işlə əlaqədar demək olmaz. Burada sırf qohumluq əlaqələri olur. Geri dönmək. Hə, buyurun zəhmət olmasa. Bakaz biz də çayımızı içək. Doğrudan biz də fikir vermirik. Mən görmürəm ya arxanı ona görə. Sorry. Ən Valideynlərə görə. önəmlisi bəli, valideynlərə görə biz bu qərara gəldik. Və uşaqlarla da əlbəttə ki, həmişə soruşurduq onlardan ki, istəyirsiniz, istəməzsiniz. Onlar da çox dəstəkləyirlər. Yəni onların da xeyir duası ilə belə bir qərara gəldik və qayıtdıq vətənə. Və sanki bu 7-8 il heç olmuyor. Çox maraqlı bir. Amma məndən soruşur ki, necədir bu qədər müddətdən sonra vətənə qayıtmaq? Elə bil montaj katı oldu. Yəni, elə bil orada yaşamaq. Kəsib yapışdırıblar. Elə bil bu həyatda bəzən xəlafət edirəm ki, yuxu kimi gəlir. Doğrudan orada yaşamaq. Sadəcə həmin dövrü orada olmalıydınız, orada doldunuz və yenidən geri Tamamilə qayıtdınız. doğru. Bəli. Həmin anda. Yalnız və yalnız bir dənə şey gözə girir, Bakının dəyişməsi. Və sən. Maşınların daha çox olması, tikililərin bitirilməsi və daha çox olması, yeni yollar və salam qutardı getdi. Vizual olaraq dəyişir. Ailələrin çox olması, bəli. qonaqlarımız həddindən artıq çox. Çoxdular. Siz sosial şəbəkənin aktiv istifadəçisiniz və özünüzün bloqları da hətta var, aparırsınız. Birlikdə bu bloqu aparmaq və yaxud ki, bir-birinizə dəstək olmaq, həmin o layihələri həyata keçirməkdə nə qədər asandır və yaxud çətindir? Fikir ayrılıqları olurmu aranızda və yaxud dəstək olursunuz bir-birinizə? Necə olur bu?
əslində mən nə qədər sosial adam olsam da, o qədər də sosial adam deyil. Asosial da demək olmaz, amma Sosial görsənmək, sosial olmaq məcburiyyətindədir. məcburiyyətimdir, Aha, bəli. bəli. Niyə görə? Çünki işim budur. Kübra xanım da məni hər dəfə qınayır ki, niyə bunu çəkmədin, niyə bunu eləmədin? Tutaq ki, nəsə bir iş görürəm, Zəifdir, mən ondan razı deyiləm. nəsə bir şey eləyirəm. Deyir mənə çək, qoy Instagrama, çox şey eləyirəm, bunu elə. Mənim üçün çox çətindir. Çətindir niyə görə? Çünki hər dəfə sualdan başlayıram. Lazımdır bu mənə, lazım deyil. Olmaz belə elə. Çək, qoy. Mən bunu başa düşürəm ağlımla. Amma ürəyim deyir ki, bunu elə. Belə. Bir də o bizim nəsildədir yəqin ki, o mükəmməlçi. Hər şeyin ən yaxşısını eləməyə çalışmaq. Yaxşı eləmədinsə Bəli. heç elə. Alınmayacaq. Belə. O bir dənə bizi çox yorur və çox geri atır əslində. Cavanlara baxıram, əslində üzr istəyirəm, sözünü kəsirəm. Yenə də Uşaqlarımızın. uşaqlarımızın toyunda bağlı. Hər dəfə cavanlara baxıram, nəsə eləyir, yaxşıdır. Daha yaxşı ola bilərdi. Sabah amma daha yaxşı utanmır. eləyir, birisi gün ondan da yaxşı eləyir, paylaşır, eləyir, nəsə bir nəticəyə gəlir. Amma biz nəsil olaraq Biz nəticəyə gəlmişik, onu göstərə 80-ci bilmirik. illərin Eynən. nəsili. Hər dəfə fikirləşirik, bunu mən düz elədim, eləmədim. Bunu cəmaata göstərsəm necə olar, cəmaat nə deyər? Özünüzə qarşı çox tənqidçi yanaşırsınız o zaman. Bəli, həddindən artıq. Sərt. Ona görə də bir şeydən əminəm səsimdən. Gəlirəm, onu da niyə görə? Çünki hər dəfə kim yazır məni, səs rejissorları, hər dəfə mənə deyirlər ki, Xələf, sənlə rahatdır, sən gəlirsən, bir dəfə, iki dəfə oxuyursan, çıxıb gedirsən və saat, yəni 10 dənə, 15 dənə dubl eləmək ehtiyacı yoxdur ona. Bu var deyə özümə inanmışam və xoşbəxtəm. Oxuyuram, tez bunu düzəldirəm, qutardı getdi. Bunun məktəbini keçmişəm. İllər təcrübəsini qazanmışam. Təcrübəm çoxdur deyə bunu yaxşı eləyirəm. Başqa sahələrdə görürsən ki, özümə deyirəm ki, mən bunu bacarmıram, amma bacarırım. Kübra xanım deyir ki, bacarırım. Mən də bəzən inanmıram. Kənardan əslində dəstəkçiniz də çox gözəl. Şanslısınız ki, belə yəni həyat yoldaşınız var ki, sizə dəstək olur, həm morallə, həm fiziki olaraq da deyilməsən kömək edir. Onu demək istəyirəm. Ona görə deyirəm, Bəzən narazıyam inanmıram. ondan. Bəzən inanmıram. O mənə inanır, mən ona. Daha çox yox, mən sənə inanıram, sən özünə inanırsan. Onu deyirəm də, mən inanmıram ki, sən mənə inanırsan. Yəni yox, mən inanmıram ki, sənin inanmığın arxasında nəsə var. Başa düşdün? Yəni mən başa düşürəm bəs. Mən sənə inanıram. Siz bir-birinizə inanırsınız. Ona inanmaq Yəni olar. mən inanıram ki, sən mənə inanırsan. Reelslar təzə çıxanda, deməli, mən biraz pozitiv yumor yönündən getdim. Bilmirəm, izləmisiniz mənim İzləmişəm. öncəki paylaşımlarımı. İcablı. Heç belə açkinizi taxırdınız mı? Eynəklərinizi. Başlamışdım, lip-syncdən başlamışdım gülməli videolarla. Və mənim həyat yoldaşım buna çox Skeptik yanaşırdı. çox. Hətta belə deyərdi ki, mən hər dəfə gəldim ona göstərirdim nəyisə. Mənə belə baxırdı. Belə bax. Niyə? Hə, niyə sualı? Belə bax. Necə baxırdı? Sənə lazımdır. Sən belə də bilirsən. Necə baxırdınız demədi zaman. Ya belə yox. Yəni belə baxmadım. Sadəcə baxırdım, deyirdim ki, Kübra sənə lazımdır. hər dəfə gəlirdim, özümə söz verdim ki, çəkiliş edəcəm, ona göstərməyəcəm. Küsürdü Çünki o mənə. məni Amma gəlirdi yenə göstərirdi. küsmürdüm, yəni məni şey edirdim. İncinirdiniz. Motivasiyadan salırdı. Bəli. Amma motivasiyadan salınmır. Düşmür. Hə, mən də düşmürdüm. Mənim deməli təxminən 2 ilə yaxın mən hər gün reels paylaşmışam. O indi deyirlər 30 gün reels paylaşır. 30 gün nədir? 2 il dalmadan. 700 gün. Hər gün mən reels çəkib paylaşmışam. Onu da keçmişəm mən o O təcrübəni. etapa. Yavaş gördüm ki, aha, nə bilim 1 aydan sonra, 2 aydan sonra, 3 aydan sonra gördüm onun baxışı da dəyişdi. Sonra yavaş-yavaş mən artıq bu sahədə mentorluq necə deyirlər, proqramlarıma başlayanda hansısa bir
təlimlər keçirməyə başlayanda və pul qazanmağa başlayanda gördük ki, ha yox. Burada Pula görə deyil. bir fayda var ya, əlbəttə ki, amma yenə də bu məsələ öz rolunu oynadı. Və yavaş-yavaş onu da necə deyirlər, işə cəlb elədim və başladıq öz sahəmizdə də bizim bir rubrikamız var idi. Normal ailələrdə və səs aktyorları ailəsində bir silsilə videolarımız var idi. Qışqırmayın. Ən yaxşısı Onlara tərəf əyilin və eyni sözləri pıçıldayarak deyin. inanın bizə, bu daha qorxulu və daha təsir edici olacaq. Var idi. Hər dəfə deyirik ki, onları yenidən Mütləq, çəkməyə başlayaq. çox maraqlı Əl olar. çatmır, heç cürə, vaxt çatmır. Amma mütləq eləməliyik. Biz buna yumor kimi yanaşırdıq. Belə amma həqiqətən də cəmaət bunu belə eşidir. Bir dəfə Çanakkale'də, Türkiyədə bir oğlanla tanış olduq. Çayçı işləyirdi Çanakkale'də. Yerlimiz idi, Azərbaycanlı idi. Bir müddət söhbət eləyəndən sonra məndən soruşur. Siz deyir, jurnalist deyilsiniz, Xələf. Deyirəm, yox. Bir belə jurnalist kimi danışırsınız. Hər şey başa düşülür. Fikrini Bir də səs tonu da, danışığı da daha düzgün. Diksiya nəzərdə tutuldu təbii ki. Orxan idi adı. Orxan idi. Baxırsa, Qarabağlı, baxırsa salamlayırıq onu buradan. Bu arada heç fikriniz yoxdur jurnalistika ilə məşğul olmaq fikriniz? Var elə bir ideya. indi yox. Artıq yox, yoxsa indi yox. Artıq yox. Artıq yox. Ola bilər bir 30 yaşım olsaydı, bəlkə də düşünərdim bunu. Amma yox. Amma yenə də zaten toxunuruq bu sahəyə həmişə. Mətbuatla işləyirik, yazılar yazırıq, nələr olur həyatımızda. Jurnalistika ilə. Ən azından jurnalistlərdən mən şəxsən çalışıram. Ümumiyyətlə yazmağı sevirəm. Xoşlayıram oturum nəsə yazım. Özüm üçün. Mütəallim məqsədi. Bəli. Live Journal-da maraqlı yazıları var. Bəzən çoxdan da yazmıram. Belə 2-3 aydan bir. Amma qabaq yazırdım. Hər gün demək olar ki, yazırdım. Hətta bir fikrim vardı ki, kitab yazım. Amma o fikirlər həmişə fikir olaraq qalır. Niyə görə? Yenə də mükəmməlliyi axtarırıq. Ona görə hesab Kitab edirəm ki, yazmaq üçün hələ vaxtım var. vaxtım var. Hə, yaşlı vaxtında qəşəng bir kitab yazsam. Düşünürəm, əgər mütaliə eləməyi sevirsinizsə, xüsusən araşdırmacı bir ruhunuz varsa, məncə televiziya kanallarımızda vallahi buna çox ehtiyac var. Hər hansı bir insanın şüurunu oyadan deyək də. Çünki bəzilərimiz yatmağı çox sevirlər hal-hazırki dövrdə. Boynunuza almalıyıq yəni bunu. Biraz oyanmağın vaxtı deyilmi sizcə? Yəni biraz şuur olaraq, mental olaraq, düşüncə olaraq, mənəviyyat olaraq biraz oyandırıcı bir verilişlərin əlavə olunmağı və yaxud da ki, onların təbliğ olunmağı, ən azından bir addım-addım da olsa buna doğru getmək. Övladlarımız üçün, özümüz üçün. Siz deyirsiniz ki, televiziyanın buna çox ehtiyacı var. Amma cəmaətin televiziyaya artıq ehtiyacı yox. Çünki Bəlkə o bayağı verilişlər o ehtiyacı aradan qaldırdı. Oturub baxmamaq istəyi əmələ gəldi insanlarımızda. Onlara da baxan var. Məsələ odur ki, onlara da baxan var. Onlara baxan çoxdur. Niyə görə? Çünki araşdırmalara görə onlar daha populyardır. Cəmaət sadə bir şey istəyir. Rusun sözü var, xleba izreliş. Əssalam, yemək və nəsə bir qalmaqalı olsun, nəsə belə bir şey olsun. Bir də təəssüflər olsun, müasir insan araşdırmalara görə yenə də 5-7 dəqiqədən çox bir şeydə fikrini fokuslaya İndi hal-hazırda. İndiki cəmaət, xüsusən də gənclər. Ona görə onlar üçün balaca, qısa bir videolar yaradılır ki, onlar da nəsə bir faydalasınlar. Çıxmışıq ki, o qısa videoları da belə X2 ilə biz izləyirik. Bu bir, ikincisi də Sürətlə, hər süni şey intellekti tez-tez onları atıb, indi ona deyirik ki, ChatGPT-yə tutaq ki, ona deyirik ki, bunun mətnini analiz elə, nə deyilirsə orada 2-3 cümlədə mənə yaz. Rezümə. Tutardı getdi. Xülasə. Katastrofik dərəcədə biz degradasiya oluruq. Biz əslində Proyekt olaraq. biz illərdir bunu düşünürük. Əlbəttə ki, yəni
işin içində olan insanlar onlarla layihə Mən də sizi daha çox həvəsləndirmək istəyirəm burada hal-hazırda ki, Həvəsləndirin. motivasiya olmaq istəyirəm ki, siz bunu tezliklə eləyin ki, biz onu izləyək. Biz onu artıq neçə illərlə biz onu düşünürük. Türkiyədə yaşayanda da düşünürdük. Deyirəm də o sapojnik biz sapog deyirlər. Heç cür əl gəlib çatmır özümüzə. Bir özümüzlə məşğul olaq. Amma başqa variantı yoxdur. Amma məncə ona doğru gedir. Niyə görə? Çünki uşaqlar da böyüyürlər artıq. Bir-birinizin həyatına gətirdiyiniz ən böyük yenilik nə olub? Bu sualı vermək istəyirəm. Yəni əvvəlki Kübra xanımla ailə qurandan sonraki Kübra xanım arasındakı fərq və yaxud sizdə də ailə qurmamışdan öncə və sonra olan Xələf arasındakı nə qədər fərq, dəyişiklik olub? Qorxulu sualdır, sən başla. Maraqlı sual. Xoşbəxtlik, rahatlıq, sakitlik, Hüzur. Bəli. Bu yaxınlarda belə bir fikir eşitdim. Bir insanın insana bəxş eləyə biləcəyi ən gözəl his rahatlıq hissidir. Olur bəzən misal üçün rəfiqənlə illərlə görüşmürsən. Amma görüşdüyün zaman o elə qaldığı nöqtədən davam edirsən. Nə o sənə deyir ki, bu qədər vaxt hardasan, niyə məni axtarmırsan filan. Nə də sən onu sual atəşinə tutursan, qınayırsan. Olduğu yerdən davam edirsiniz. Heç biri bizə o stresi yaşatmırsınız. O doğrudan da çox gözəl bir hissdir və Xələflə mən o rahatlığı tapmışam, o huzuru tapmışam. Biz dəfəbir ki, eyni evin içində səhərdən axşama qədər yaşayan insanlarıq. Covid vaxtı misal üçün işə gedən insanlar evdə qalırdılar və çox təəssüflər olsun ki, bizim ətrafımızdadır. Ümumiyyətlə statistikaya əsasən ayrılan cütlüklərin sayı çox oldu. Ayrılanlar kim, nə bilim, dava eləyən kim, söhbət yaradan kim və bizdə elə bir şey olmadı. Biz 5 uşaqla bir dam altında o Covid vaxtında yola verilmişik və o evdən gedəndə mən darıxıram. Və yaxud mən evdən gedəndə o darıxıram. Darıxıram. Yəni, bilmirəm, huzur, bir sözlə olsa, huzur və mən bu hissi çox sevirəm. Salam, çox sağ olun. Qohum, bu qədər yəni az öncə deyir görürsün. Buranın qohumu. Bir dənə mən də qohum deyildim, o da evləndi, qohum oldu. Hansı tərəfdən? Yəni, Gözləmək istəyirəm. Görürsün. Buranın da səndən bir dəqiqə, bir gözləmək dəqiqə, yanda. Maraq xalıqlar. Deyək, başdı. Наконец-то. Siz nə var, nə yox? Yaxşı, şükür Allah, nuş olsun. Necəsiz? Şükür, şükür. Kameranı sən görmədin. Olsun, narahat olma. Belə də olur. Şəhərin mərkəzində böyümüşəm deyə. Mən Targov küçəsinin bir tərəfindən o biri tərəfinə 15 dəqiqəlik yoldur da. Onu bir saat yarıma keçirdim. Çünki hər insanla salamlaşırdım. İndi keçirəm, heç kəs məni tanımır. Saçım qalmayıb, saqqalım çıxıb. Dəyişilmişəm də əməlli başda. Oradakı əhali də yavaş-yavaş. Hamısı hərəsi bir yerə. Amerikaya gedib, kim İsrailə gedib, kimdən bilim, oraya gedib, oraya gedib. Bir nömrəli məktəbdə oxumuşam. Orada da ruslar idi, ermənilər, bir də cütlər. Və salam. Hamısı da çıxıb gedib. Bizim sinifimizdə 3-4 nəfər qalıbsa, onlar da yəni orada yaşamırlar. Heç kəs məni tanımır. Bəzən bu yaxşıdır. Çünki bəzən olur ki, kimsə məni tanıyır, mənim isə yadımda deyil kimdir. Baxıram, heç özü də tanış gəlmir mənə. Bu isə gəlib qucaqlayır məni. Hətta bir dəfə elə situasiya olub ki, girmişəm dükana, dükkanın elə bir ki, işçisi, Xələf, necəsən, filan, gəldi, salamlaşdı, nə var, nə yox. Anasını çağırdı, mama, xalaf здесь, давай сюда. Çıxdı anası, xalaf, sinok. Mən də baxıram, başa düşməm bunlar kimdir? Mən də, хорошо, все, спасибо, все нормально. Çıxdım, sonra getdim, yanında kimsə vardı, yadımda. Dedim, kim idi? Vallahi bilmirəm. Belə, katastrofa. Əslində mən Burak xanımla həyatım məni çox rahat edir.
bilirəm ki, uşaqların həmişə topdur. Hər şey onlarda yaxşıdır. Soyuq deyil onlara. Özüm çox rahatım. Bilirəm ki, nə olursa olsun Kübra xanım yanındadır. Bu çox gözəl bir hissdir əslində. Niyə görə? Güvən. Çünki bəzən olur ki, görürsən ki, cütlüydür. Münasibətləri yaxşıdır. Amma nəsə oğlanın bir problemi olan kimi dərhal irad bildirilir ona. Niyə görə belə oldu? Və hətta o cütlük dağılır. Bu məncə müasir dövrün çox böyük problemidir. Gənc ailələrə, bəlkə də yeni təzə ailə qurmaq istəyən insanlara, kişilərə, ailənin uzun müddətli olması üçün bir təcrübəniz yaşamışsınız, müəyyən bir təcrübəniz var. Nə məsləhət görərsiniz? Yəni onlar necə özləri ailədə formalaşdırsınlar ki, bu uzun müddətli olsun. Nəvə, nəticə, öz köklərinə belə bu dəyərləri, bu sənədləri eşitsinlər. Məncə bir-birlərini eşidilsinlər. Çünki sevgi, hörmət, bunlar hamısı vacib xüsusiyyətlərdir. Əvvəlcəki sevgi üzərində qurulan ailələr bu çox gözəldir. Məcburiyyət olmadan, seçimlərə hörmət edərək şərait yaradıb, ailə qurmaq çox gözəl. Amma eşitmək, dinləmək bu çox vacibdir. Mən bir insanı sevə bilərdim, amma onun fikirləri ilə razılaşmıram və yaxud onun arzusu istəyir, nəzərə almır. O zaman sevgi biraz şübhət doğrudur. Ona görə eşitmək və eşidilmək çox vacibdir. Ortaq məxrəcə gəlmək vacibdir. Hər hansı bir problemləri abartmadan, baxmadan, müzakirə edərək bir nəticəyə gəlmək lazım. Nəticəyə gələrək daha doğrusu belə gəlmək lazım. Bence bu sevgiden biz danışırıq. Konkret gün dönemi böyle. O bitir. Aileye kalan birbirlerini eşitmeyi, birbirine güzel münasebet göstermek, birbiriyle dost olmak. Övladlarımız da məncə nümunə olaraq sizə baxanda, yəni onu hiss edir, uşaqlarımız görərkən daha çox qani vururlar, daha çox həyatlar sevən verirlər və onları yolu işlənir. Biz ümumiyyətlə danışan ailəyə, həm işimiz gücümüz, həm ümumiyyətlə həyatda da danışan insanlarıq və bəzən onları çağırıb söhbət eləmək istəyəndə deyirik ki, uşaqlar, gəlin filan məsələni müzakirə edəcək, bir-birlərinə baxıb deyirlər, ay, danışacaq. Çünki danışmağa başlayanda uzun-uzun danışırıq. Uzun-uzun hər tərəfli müəyyən misallar çəkərək, özdə olan, olmayan hadisələri də Bəzən uydurulur, bəzəyib, düzləyib, çox qəşəng bir formada təqdim eləməyə çalışırıq. Amma biz nə qədər də danışsaq da, bu danışdıqlarımıza əməl etməksə, bunun heç bir faydası olmur. Mən xələtdən nəhliyyə cəlb edən ilk fikir mədəni olmasıdır, onun mədəniyyətidir. Çünki sözünü, özünü tanımağı bacarır. Bu, mən özümü tanıyanı həmişə arzulamışam. Mənim həyatımda mədəni bir insandır. Niyə? Çünki mədəni insan hər bir işində o mədəniyyətini qorur. İşini də görəndə, ailəsi ilə münasibətdə, həyat yoldaşı ilə bəli, hətta münaqişələrdə də söz-söhbət olan zaman en önemlisi de o. ən önəmlisi odur. İnsan öz mədəniyyətini qoruya bilirsə, həddini aşmazsa, bu çox vacibdir. Çünki hər bir insan öz sərhədini qorumalıdır. Bəli, biz bir ailə ola bilərik. Amma ailədə iki fərd olaraq
fəaliyyət göstəririk də belə deyim, yetişiyorum. Hər birimizin öz şəxsi qayda qanunları var və o şəxsi qayda qanunlara hörmətlə yanaşmaq lazımdır. O sərhədləri qorumaq lazımdır, onlara aşmamaq lazımdır. Çünki elə mənə elə gəlir ki, hər şey məhz söz-söhbətlər üzə çıxır. Söz-söhbət zamanı insan özünü necə aparırsa, bax, həqiqət də orada. Mədəniyyəti qoruya bilirsə, qəlb sındırmazsa, Təhqir etmirsə. bəli, bu mənim üçün ümumiyyətlə yol verilməz bir şeydir və Fələsdə də vəziyyətdir. Biz bir-birimizlə sözləşəndə belə o sərhədləri qorumaq çıxacaq. Çünki o sərhədlər qorunmasa, vəssalam, bir-birimizin ürəyini qırsa, ondan sonra nəyisə davam etmək çox çətindir. Mən bir uşaq psixoloqlarla və mənim bir canlı olmuşdu, canlı müayinələr və orada bir salamlayıram adam. O demişdi ki, münaqişə edərkən ailələrdə onun həlli yollarını da çatdırmalı, bacarmalılar. Çünki övladlar münaqişə mərhələsini görürlər, amma o kadr hansı ki, həll etmə yolları orada araşdırılır, zərb olunur, danışılır və həll olur. O kadr sanki uşaqların yaddaşına yoxdur o kadr və o sonradan münaqişə həll yollarını başlayır digər insanların araşdırmağa görsəl olaraq kinlərdən ya gördüklərin digər ailələrin doktorlar şəkildə öz yerləri cəlb edirlər. Amma yaxşı olar ki, elə biz o həll yolunu da onlara baxımda göstərək. Yəni, fərqli necə mütləq doğrularla. Onlar həmin o dava dalaş yaxlarında saxlayacaqlar. Bilməyəcəklər ki, Allah-u səhərsi gün necə oldu ki, normal münasibətləri davam edəcəkdir. Və yenə də bizim də dumanlar var. Sabah böyüyürlər. Əgər hələt mənə qarşı varsa, və uzaq ona qarşı qıdalar. Bizim oğlumuzdan, qızlarımızdan sabah öz münasibətlər. Necə normal münasibət biz gözləyəcək. Çünki onlar bilməyərəkdən asıldı. Necə eləsən, papa belə edirlər. Mama belə edirlər. Modeli belədir. Deməli, bu düzgündür var ya. Belə biz də özümüzü belə aparmalıyıq. Bizdən də bunu normal qəbul edəcəklər ki, papa belə edirdi. Mama da kəsmiş xanımdır. Mama da sözdürdü, göz yumurdu. Biz də belə edirik. Amma ailədə o dözmə münasibəti olmalıdır. Əgər şiddet varsa, təhqirlərə yol verilirsə, uşaqlı ailələri uşaqlarla ümumiyyətlə görməkdir. Əgər biz yaxşı gələcək, qeydiyyatlı gələcək böyütmək istəyiriksə, özümüz qeydiyyatlı olur. Münasibətlərimizi qeydiyyatlı eləməliyik ki, onlar da o qeydiyyatın içində birləşir. Özün düzgün ailə modelini özünü qoymalı, qoymalıyıq. Ola bilər ki, biz onu görməmişik, yaşamamışıq, amma hal-hazırda elə bir dövrdə yaşayırıq ki, yəni bunu həm psixologlarla, həm ailə danışmanlarla, sağlığımızla, yəni müzakirə edərək doğmalarımızla düşünürəm ki, düzgün ailə modelini formalaşdırıb, övladlarımıza, fərqli məsələlərə də və digər ailələrə kim ki, sonra gələcəkdə doğum olub onlara da düzgün şəkildə onu çəmdir. Tamamilə doğru. Bu bir zəncirləri olaraq da Lütfen. Əlbəttə ki, səhvlərə də yol veririk. Heç bir ailə ideal deyil. Burada nə qədər indi keyfiyyətdən olandan danışaq. Hər birimizdə yanlışlıqlar olur və 100% 20 ildən sonra uşaqlarımız gedəcəklər. Mama, papa, filan şey belə eləmiş, zamı gəlib belə eləyəcək. Bizim də uşaqlarımızdan belə eləmiş. Yəni, bu çox normaldır. Bunu normal qəbul etməliyik. Sadəcə olaraq səhv etdiyimiz zaman bunun fərqinə varmaq artıq ötüzəy bir şeydir. Və o səhvi düzəltməyə çalışmaq da çox vacibdir. Ailə canlı, yoxsa canlı? Məncə hər ikisi. Çünki canlı ailədən danışırıqsa mənim ailəmdə bu pozitiv, həyatı sevən, ətrafı sevən, insanları sevən canlıların, insanların oluşturduğu tüsrəlmişkən bir icmadır. Ailə canlı dedim, onlarını sevən, nəslini sevən, o budaqları, o kökləri sevən bir hər ikisi. Mən də razıyam. Mən çox ailə canlı. Niyə görə? Mən belə hesab edirəm. Çünki bir gün belə ailəmsiz yaşaya bilmir. Çox çətindir. Hətta bir dəfə hədiyyə eləmişdilər mənə. 3 günlük qonaqlama bir oteldə. Artıq o günün axşamı darxır.
O 3 gün necə gəldi keçdi heç başa düşmədim. Çünki necə deyim, istirahət eləməyə çalışdım, amma istirahət deyil. İstirahət mənim üçün ailəmlə arasında. Uşaqlar pullarım dartır, məktəbə gedirlər, gəlirlər belə. Yəni gedəndə adam 1-2 saatdan sonra deyir, tez dərsləri olsun, tez dərslərini oxusaydı, oturub bir söhbət edirdi, kinoya baxardı, ona gelirdi beraber. Bizim ümumiyyətlə bütün işimiz, gücümüz birlikdədir. Hətta Covid vaxtı ətrafda o qədər dostlar, ailələr, söhbətləri olan ailələr olub ki, demək olar ki, 5 uşaqla bir evdə qalmışıq. Covid vaxtı. Ümumiyyətlə düşünürəm ki, o Covid dönəmi çox bir insanların, ailələri imtahan göz dönəmi oldu. Çox böyük sınav Və öncə bəlkə də gözə baxa bilməyən, hətta heç buna zaman tapa bilməyən, işlərə, araşdırmalara və ya da bir-birini dinləməyən insanlar sanki bir özünə qayıdaraq, ailələri bizlərinə qayıdaraq bir-birlərini dinləmək, onların bir-birini anlaması dövrü gəldi və tamamlanmaq daha rahat, daha asan oldu. Kimisi bundan qalib çıxdı, davam edirlər, gözəl ailə şəkildə. Kimisi təəssüflər olsun ki, hələ də ya imkanlar davam edir və ya ki ayrılıqlar. Amma inşallah bir də belə bir şey yaşamıyor, inşallah dünya olaraq. Və hər günümüzün, hər anımızın dəyərini bilərək, ailəmizi sansiya edilərək hər an qorumaq mövzunda olaq və bir-birimizə sıx-sıx sarıyaq, bir-birimizin dəyərini bilək, anlayaq, hər anımızı dəyərləndirək, övladlarımızın hər bizə verdikləri sualları, altında nələr yaptığını anlayaq qalıraq və ona düzgün cavab verməyi hərəkətlərimizlə və sözlərimizlə bacarıq. Sizə çox təşəkkür edirəm. Gözəl ailəyə təşəkkür edirəm. Ayrı-ayrılıqda adlarınızı vurğulamaq indi hal-hazırda istəmədim. Çünki sizi bir bütün olaraq hal-hazırda görürəm, əsəb edirəm. Ailəcanlı olaraq tam da mənim həyal etdiyim, arzuladığım və cəmiyyətimizdə görmək istədiyim aynı mədəniyyəti sizə xoşbəxtlik arzu edirəm. Və buradan istəyirəm övladlarınıza, əgər sözünüz varsa, bu kamera vasitəsilə övladlarınıza mesajınızı istəyəcəm. Mən balalarıma sağlamlıq və xoşbəxtlik arzu edirəm. Nəinki öz balalarıma, dünyanın bütün balalarına. Çünki xoşbəxtlik vacibdir. Nə işlə məşğul olursa olun, bunu sevə-sevə eləyin. Çünki sevgi olan yerdə bunlar hamısı olacaq. Huzur da, rahatlıq da, xoşbəxtlik də. Balalar deyəndə özümüzə də nəzərdə tuturam. Çünki biz də kiminsə balalarıyıq. Və nəticə etibarilə bütün dünyada yaşayan yaxşı insanlara hamısına ən xoş arzularını çatdırmaq istəyirəm. Təşəkkür edirəm sizə bir daha gözəl ailə modelini bizə təqdim etdiyinizə görə, göstərdiyinizə görə. Hər kəsə də bizin istədiyinə görə burada təşəkkür edirik və hər birinizə sağollaşırıq. İnşallah növbəti layihələrdə də sizin burada gözləyirəm. İnşallah. Sağ olun, görüşərik inşallah. Sağ olun.